Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel murselin. Seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na ma allamtena ve zinna ilma. Allahümme la sehle illa ma ca'u sehla. Ente tec'al hayna izâ şi'te sehla. İlk önce demək istəyirəm ki, Allah Subhanahu taala qardaşımızın malına bərəkət versin, malını artırsın, bol eləsin və bu əməlini xalisan, ixlasla Allah üçün edən qullardan eləsin. Və qardaşımıza yenə təşəkkür edirik ki, bizi yedizdirdi, bugün içizdirdi və ac olduğumuz vaxtı bizi doyuzdurdu. Və yenə də qardaşın ailəsinə də Allah Subhanahu taala bərəkət versin, bərəkətləndirsin, ruziləndirsin və hamımızı. Və sonra xoşbəxtliyin 3 əlamətindən danışmaq istəyirəm. Bu da ki, insan həqiqətən də malı, mülkü, pulu, parası, maşını, evi olmasa belə, həqiqətən də bu xoşbəxtliyin 3 əlaməti onda cəm olarsa, həqiqətən o insan xoşbəxt olar, xoşbəxt insanlardan olar. Və bu da necə ki, Muhammed ibn Abdülvahhab rahimehullah öz kitabında buyurur ki, Allah bizi nemət gəldiyi vaxtı şükr edənlərdən, müsibət gəldiyi vaxtı səbr edənlərdən və günah etdiyimiz zaman istiğfar diləyənlərdən eləsin. Və bu da xoşbəxtliyin ünvanlarındandır. Necə ki, hər bir ölkənin şəhəri olduğu kimi və qəlb ölkəsinin də 3 şəhəri var. Nemətlərə şükür, müsibətlərə səbir, günahlara istiğfar diləmək. Allah Subhanahu taala bizə heç bir dəyərsiz, yəni heç bir qarşılıqsız bizə bu qədər nemətlər verdiyi zaman biz nəyə görə nankörlük etməliyik? Yəni Allah Subhanahu taala bizə göz veribsə, görmək üçün, niyə görə onun nankörlük edib onunla haramlara baxmalıyıq? Və yaxud qulaq veribsə, eşitmək üçün, niyə görə Allah Subhanahu taalanın asi olan musiqilərinə və yaxud musiqilərə və yaxud başqa bir qinaya qulaq asmalıyıq? Nə üçün biz bunlara görə Allah Subhanahu taalanın verdiyi bu nemətlərə görə şükür etməməliyik? Əksinə, həqiqətən insan bu nemətləri layiqincə düşünüb və layiqincə şükr edərsə və bu xoşbəxtliyin ünvanlarından bir ünvanına çatmış olur. Yəni, nemət gəldiyi zaman şükr etmək. Və bu da baxın qardaşlar, Allah Subhanahu taala bizə bu qədər nemətlər verib. Əl neməti, göz neməti, qulaq neməti, gəzmək neməti. Bunun qarşılığı necə veririk? Qarşılığında biz Allaha asilikmi edirik, yoxsa Allahın itaətində baş əyirik? Yəni, bu verilən nemətləri Allahın asiliyinə istifadə edirik, yoxsa Allahın savablarına, Allahın əməllərinə, Allah üçün olan əməllərə. Əgər bizə bugün rahat görəcək göz veribsə, rahat eşidəcək qulaq veribsə, nə üçün biz Allaha şükür edib ibadət edənlərdən olmayaq? Nə üçün Allaha bunlara görə təşəkkür etməyək? Qardaşlar, şükrün əlamətləri var. Şükür təkcə dillə olmur. Şükürdə 3 şərt olmasa şükür qəbul olunmaz. Birincisi dillə demək. İkincisi qəlblə təsdiq eləmək. Qəlbin onu təsdiq eləməli ki, həqiqətən şükür edirsən. Yoxsa ki, dilinlə dedin sadəcə vərdiş kimi yox. Dilinlə dedinsə qəlbin də təsdiq eləməlidir. Və eləcə də əməl eləməlisən. Əməldə də şükür necə olur? Allahın ibadətlərini etmək ilə olur. Və bu barədə ayələr çoxdur. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, "Vəşkurullaha in kuntum iyyahu ta'budun." Əgər ona ibadət edirsinizsə, ona şükr edin. Yəni Allaha əgər ibadət edirsinizsə, şükr edin. Yəni ibadət etmirsinizsə, yəni ibadətiniz zəifdirsə, şükr edənlərdən deyirsiniz. Çünki Allah Subhanahu taala başqa ayədə buyurur ki, "Və qalilun min ibadiyyəş-şəkur." Mənim qullarımın çoxsu, yəni az bir hissəsi şükr edənlərdəndir. Az bir hissəsi. Niyə görə həmin xoşbəxt olan az bir hissədən olmayaq? Baxın qardaşlar, Allah Subhanahu taala bizi dünyaya gətirən vaxtı biz nə eşitirdik, nə görürdük.
Allah Subhanahu taala bizə göz verdi, qulaq verdi, eşitmək qabiliyyəti verdi, duymaq hissi verdi, qəlb verdi. Allah Subhanahu taala Quran-Kərimdə buyurur: "Vallahu akhrajakum min butun ummahatikum la ta'lamuna shay'a ve ceale lekumus-sem'a vel-absara vel-afidata qalilan la'allakum teşkurun." Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz şəkildə çıxartdı. Heç bir şey bilmirdik. Heç bir zərrə qədər bir faydamız yox idi. Amma Allah Subhanahu taala bizə göz verdi, qulaq verdi və hiss etməyə, hidayəti qəbul etməyə qəlb verdi. Və qulların ola bilsin ki, qullar şükür edərlər. Qardaşlar, bu ayələrə diqqətlə fikir vermək lazımdır ki, yəni bu ayələrdə zikr olunan az bir hissə, yəni az bir hissədən olmaq lazımdır. Çox yox ki, insan çox malı var, çox mülkü var, maşını var, amma o həmin xoşbəxtliyi, həmin qəlbinin rahatlığını tapa bilmir. Çünki həqiqi xoşbəxtliyi tapmayıb o. Başıma gələn bir əhvalat danışacağım. Mədinədə universitetdən çıxan vaxtı taksi gözləyirdim. Ciplə bir dənə hansısa mədrəsələrdə dərs deyən müəllim saxladı. Və mindirib məni aparan vaxtı, evə düşürtən vaxtı, yolda soruşdu ki, siz tələbələrə nə olub ki, yəni nə maşınınız var, nə eviniz var, nə malınız var, nə bir şey, amma daima təbəssüm edirsiniz, daima gülürsünüz, daima xoşbəxtsiniz. Yəni bu şeylər olmadığı vaxtda necə xoşbəxt ola bilərsiniz? Həqiqətən də bu insan bədbəxtdir. Bədbəxtdir ki, o insan həqiqi xoşbəxtliyi bilmir ki, həqiqi xoşbəxt qəlbdə olur. Həqiqi xoşbəxt, həqiqətən nemətlərə şükürlə olur, müsibətlərə səbirlə olur. Və bu, bunu dərk eləməyib. Ona görə də o qədər malı olan, mülkü olan, maşını olan, hər bir dünya mənfiyyətlərin, hər bir şeyi olan var ki, görürsən ki, özün asır, özün binadan atır. Xoşbəxt deyil, bu insan xoşbəxtliyi tapa bilməyib. Ona görə də qardaşlar, həqiqi xoşbəxt olan insanlardan olmaq lazımdır. Allah Subhanahu taala başqa ayədə də buyurur ki: "Vaşkuruli və la tekfurun." Mənə şükr edin, mənə nankörlük etməyin. Və bu da Allah Subhanahu taala'nın bizə olan əmridir. Və bizə əmr edir ki, biz ona daima şükr edək və ona heç bir şeydə, heç bir nemətində nankörlük etməyək. Və keçək o birisi şəhərə, xoşbəxtliyin şəhərlərinə olan, ünvanlarına olan müsibətlərə səbir şəhərinə. Və bu şəhər də çox böyük, geniş bir şəhərdir. Və burada da çox insanlar həqiqətən dözə bilməyib, həqiqətən həmin müsibətlərə səbir edə bilməyib və bu imtihandan da başı yuxarı çıxa bilməyib. Allah bizi qorusun. Həqiqətən də bu müsibətlərə səbir şəhərində elə şeylər var ki, yəni insan onlara əməl etməsə, həqiqi müsibətlərə səbir etmiş sayılmaz. Məsələn, insan başına bir kasıbçılıq gəlib və kasıbçılığı o həddə çatıb ki, artıq dözə bilmir. Və bu, bir insan var ki, həmin halında soruşsan ki, necəsən, keyfin halın necədir, maddi durumun necədir, həqiqətən deyər ki, Allaha hər bir hala görə şükür olsun. Elhamdülillah alə kulli hal. Amma bir insan da var ki, daima görürsə şikayətlənir. Baxmayaraq o haldadır, dözə bilmir. O hala dözə bilmir. Və bu da müsibətlərə səbrin də, yəni 3 növü var. Birincisi, yəni müsibət, nemət gəldiyi zaman şükr etmək. İkincisi, nemətin aradan qalxdığı zaman şükr etmək. Üçüncüsü, ən çətini olan isə müsibət gəldiyi zaman şükr etmək. Və bu da ən çətinidir həqiqətən də. İnsan başda, yəni ağır bir xəstəlik gəlib və yaxud güclü bir kasıbçılıq gəlib, onun Allaha həmd olsun deməsi böyük bir səbirdir. Və bu da insanın Allah tərəfindən olan imtihanıdır və o onu dözürsə həqiqətən müsibətlərə səbir etmişdir. Və bilmək lazımdır ki, qardaşlar, müsibətlər Allah Subhanahu taala tərəfindən elə-belə yerə gəlmir. Yəni, ola bilsin, hansısa etdiyimiz əmələ görə gəlir. Nə vaxtsa
hər hansı bir günahı işlətmişiksə və yaxud hər hansı bir əməl etmişik, Allah Subhanahu taalanın qəzəbinə uğrayıb və Allah Subhanahu taala bu əməli ilə bizi imtihana çəkir. Necə ki, Allah Subhanahu taala Quran-Kərimdə buyurur, yəni sizin etdiyiniz, sizin başınıza və mə əsabəkum min musibətin fəbimə kəsəbət əydikum. Yəni sizin başınıza gələn hər bir müsibət sizin öz əllərinizlə etdiyiniz əməllərə görədir. Baxın qardaşlar, insan gecə vaxtıdır, heç kəs görmür onu və elə zənn edir ki, yəni hər kəsdən gizlənib və Allahın onu gördüyünü də unutub və yadına salmır ki, Allah Subhanahu taala onu görür. Yəni bu anda ən gizli haldır. Yəni bu anda insan çəkilib xəlvətə bir günah bir iş görür. Və bu da nədir qardaşlar? Və bu da həmin əməllərdir ki, insan ondan sonra başına müsibətlər gəlir. Yəni bu həmin yolu aparan yollardır. Yəni ola bilsin ki, bunu yadına salmaz, müsibət gəldiyi zaman bütün hamısı gözünün qabağından keçir. Harada günah eləmirsən, harada kimin haqqına girmirsən, harada kimin pulun yemirsən, malın yemirsən, hamısı gözünün qabağından keçir. Və buna görə də yəni insan özün daima imtihana çəkməlidir. Daima günün qutaracağı vaxtı, axşam vaxtı, fərq etməz, hər hansı bir vaxtı, gecə Allahın asiliklərinə yox, yəni özünü imtihana çəkərsə, bu onun üçün daha faydalı olar. Bugün bütün günü nə etmişəm? Hansı əməlləri etmişəm? Hansı əməllərdən çəkinmişəm? Yoxsa hansı günahlara düşmüşəm? Bütün günü özünü imtihana çəkərsə, həqiqətən də bu cür, yəni bu başına həmin müsibətlər gəlməz. Və həmin müsibətlərin də qalxmasına səbəb olar. Çünki insan həmin öz günahın xatasını bilərsə, ondan geri çəkilər, ondan Allaha bağışlanma diləyər və tövbə eləyər. Və tövbə etdiyi zaman da, Allahdan bağışlanma dilədiyi zaman da Allah Subhanahu taala onun günahlarından keçər və onu bağışlayar. Və üçüncü şəhər, sonuncu şəhər, o da insan günah etdiyi zaman bağışlanma diləməsidir. Yəni bu da böyük bir qapıdır və burada insanın istiğfar diləməsi, bağışlanma diləməsi Allahdan böyük bir bacarıqdır. Hansı ki, insan hər bir halında, hər bir çətinliyində istiğfar edərsə, Allah Subhanahu taala ondan həmin çətinliyi, həmin hüznü aradan qaldırar. Və istiğfarın, yəni Allahdan bağışlanma diləməyin faydaları çoxdur. Yəni onun açdığı qapılar çoxdur. Onlardan sadəcə üçün saymaq istəyirəm. Onlardan birincisi, istiğfar Allah Subhanahu taala insana verdiyi qəzəbi aradan qaldırır. Yəni əzabı aradan qaldırır. Əgər Allah Subhanahu taala bir insana əzab hazırlayıbsa, onu imtihana çəkmək istəyirsə, əgər insan istiğfar edərsə günahlarına görə Allah Subhanahu taala həmin əzabı ondan qaldırar. Necə ki Allah Subhanahu taala Quran-Kərimdə buyurur: "Və mə kana Allahu mu'azzibahum və hum yestəğfirun." Onlar istiğfar etdiyi zaman Allah heç vaxt onları əzab verməz. Allah heç vaxt onları imtihana çəkməz. Ona görə də baxın Yunus əleyhissalam balıq onu udan vaxtı nə etdi? Zikr elədi, istiğfar dilədi. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, əgər o zikr edənlərdən olmasaydı, qiyamət gününə kimi balığın qarnında qalardı. Ona görə də qardaşlar, həmin Allahın əzablarının aradan qalxması, yəni Allahın insanlara hazırladığı imtihanlardan qurtulmaq üçün çoxlu Allahdan bağışlanma, günahlara görə bağışlanma diləmək lazımdır. Və ikinci faydası istiğfarın günahlara kəffarə olur və insanın dərəcəsi qalxır. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, hər bir günahın aparan, hər bir günahları aparan günahlardan bağışlanma dilənlər üçün günahlardan kəffarədir. Yəni təxmini ayəsi dəqiq yadımda qalmayıb, mənası belədir və insanlar üçün dərəcəsinin qalxmasıdır. Və bu da həqiqətən də insan daima istiğfar eləyərsə, bağışlanma eləyərsə, Allah Subhanahu taala onun günahlarını bağışlayar, onun dərəcəsini artırar və qiyamət günü Allah Subhanahu qabağına bağışlananların yanında çıxar. Və üçüncü fayda da
Allahın rəhməti istiğfar edənin üzərinə nazil olmasıdır. Və faydalar çoxdur. Yəni sadəcə üçünü zikr etdim. Yəni bu üç şəhər, yəni nemətlərə şükür, müsibətlərə səbir və günah gəldiyi zaman günahlardan Allahdan bağışlanma diləmək və həqiqətən insan bu üç əməli özündə cəm edərsə, həqiqətən də xoşbəxt insanlardan olar. Yox ki, insan malı ilə xoşbəxt özünü sanır, həqiqətən xoşbəxt deyildir o. Və yaxud pulu ilə, malı ilə, evi ilə, eşiyi ilə, sərvəti ilə, bunlar heç biri xoşbəxtlik deyil. Çünki onlar hamısı bu dünyada qalacaqdır. Sən getdiyin zaman sənə yalnız əməlin qalacaq. Nə əməl etmisən, hansı iş görmüsən, hansı evladlar buraxmısan və bunlar qalacaq. Özündən sonra buraxdığın bu üç əməl qalacaq. Yoxsa sənin nə malın qalacaq, sənin hətta kəfənin belə qəbirdən o tərəfə keçməyəcək. Qəbirdə çürüyüb qalacaq. Və qardaşlar, Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Subhanahu taala bizi nemət gəldiyi zaman şükr edənlərdən, günah gəldiyi zaman istiğfar edənlərdən, müsibət gəldiyi zaman səbr edənlərdən eləsin və Allah Subhanahu taala bizi xoşbəxtliyin bu üç ünvanına da çatdırsın. Allah Subhanahu taala bir daha qardaşın malına bərəkət versin. Qardaşa da çox təşəkkür edirik. Çünki Allah Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Mən ləm yeşkurun-nas ləm yeşkurillah." Kim insanlara təşəkkür etməzsə, Allaha şükür etməz, Allaha təşəkkür etməz. Ona görə də qardaşımıza çoxlu təşəkkür edirik. Onun valideynlərinə, onun ailəsinə Allah Subhanahu taala bol-bol bərəkətlər versin. Subhanakallahumma hamdik və əşhadu en la ilahe illallah və estəğfiruke.